Salam. Ümid edirəm ki, yaxşısınız və hər şey qaydasındadır. Gecə yarısından salamlayıram sizləri və çox soyuq şaxtalı bir havadan. Və bu soyuq qış günündə nə edirlər? Təbii ki, YouTube çəkirlər, söhbət eləyirlər. Artıq belə danışıram və bilirəm ki, belə aramızda bir bağ var. Bugünkü mövzum hər kəsin son zamanlarda toxunduğu bir mövzu olacaq. Hansı ki, cəmiyyətin yaralı yeri deyim də mən ona. Ki, son dövrdə qarşıma çox çıxır bu videolar ki, qadınlar mütləq ana olmalıdırmı? Bəlkə qadınlar ana olmaq istəmir. Ümumiyyətlə insanlara çoxmu cəmiyyət olaraq məsuliyyət yüklüyürük? Mütləq ailə həyatı qurmalıdırlarmı? Mütləq universitet oxumalıdırlarmı və s. və s. Əslində malı məli deyə bir şey yoxdur. Həyatda heç bir şey məcburi deyil. Belə deyim də, arzu olunandır ki, hər şey fərqindəli bir şəkildə həyata keçsin. Nə mənada? Siz ailə həyatı quracaqsınızsa belə bunu fərqindəli bir şəkildə eləyəsiniz. Təhsil alacaqsınızsa bunu fərqində olaraq eləyin. Öz seçimləriniz olsun. Kiminsə sizə məcbur etdiyi ya da belə deyim, yönəliş verdiyi bir istiqamət olmamalıdır bu. Həmçinin də ana olmaq mövzusu. Mənə görə ana olmaq yeni bir insan yaratmaq, şəxsiyyət yaratmaqdır və siz ona nə vəd eləyirsiniz? Hansı dünyanı vəd eləyirsiniz? Hansı tərbiyəni, hansı təhsili, ümumilikdə siz ona nə verirsiniz? Belə ki, belə deyim də, ana burada hər iki tərəfə məsuliyyət düşür, ana və atanın hər ikisinə. Ana və ata özlərini nə qədər çox inkişaf elətdirirlərsə, onların genində müəyyən qədər dəyişiklik olur və gen vasitəsilə onu övladlarına ötürə bilirlər. Buna görə çox arzulunandır ki və çox istəniləndir ki, hər iki tərəf özünü yetər qədər inkişaf elətdirsin ki, həmin övlada da bir şeylər verə bilsin, bir şeylər qata bilsin. Artıq 4 aydır ki, buradayam, Avropadayam, Latviyadayam və gördüyüm, bilirsiniz nədir? İnsanları bizim cəmiyyətdən fərqli olaraq bacarıq aşılayırlar uşaqlara. Hər evin kənarında mütləq çıxın, gəzin, görəcəksiniz ki, basketbol taxtası var və onlar mütləq oynayırlar. Uşaq yaşlarından üzgüçülüyə gedərlər. Yəni bu onlar üçün necə deyim, xüsusi bir qabiliyyət sayılmır. Uşaq yaşlarından hər biri ingilis dilini bilir. Düşünün, yəni buradakı 4-5 yaşında uşaqlar belə, 1-ci sinif uşaqları belə 7 yaşından başlayır məktəb burada. İngilis dilini su kimi bilirlər. Daha sonra qış olduğu zaman məktəbin önündə, keçən dəfə Instagram hesabımda paylaşmışdım. Məktəbin önündə mütləq ki buz meydançası düzəldiləcək və onlar bütün qış ərzində, burada qış daha uzundur, 3 ay deyil, məktəbə yaxınlaşıb öz kankilərini götürüb o buz meydançasından istifadə edə biləcəklər. Məsələn, bu qabiliyyətlər var və ya məktəbin digər bir hissəsində xizək meydançası var. Orada çox rahat bir şəkildə xizəklərini sürə biləcəklər. İdman həmçinin, voleybol həmçinin görəcəksiniz ki, uşaqlar dərslər bitdi, ya gözləyir voleybol dərslərinə qoşulurlar, ya da evə gedirlər, yenidən voleybol üçün məktəbə gəlirlər və məktəb axşam saat 9-10-a qədər açıq olur. Necə? İdman hissəsi açıq olur. Digər tədris hissəsi bağlı olur. Yəni onlar gəlib rahatlıqla orada voleybol da oynaya bilirlər, basketbol da oynaya bilirlər. Digər idman zalı var məktəbin içində, ondan da istifadə edə bilirlər. Yəni bu insanlar üçün idmanın bütün sahələri, bütün növləri vacibdir. Ona görə də bu onların inkişafını bu qədər çox dəstəkləyir. Çox güclü olurlar, fiziki cəhətdən hündürboy olurlar. Və ən önəmlisi nədir? Sxemlərimiz. Onların sxemləri o qədər fərqli formalaşır ki, buradakı uşaqların heç birinə heyvanlara qarşı qorxu aşılanmır ki, pişiyə toxunma, itə toxunma, sənə nəyisə mikrob keçər və ya onlara toxunduqda onlar sənə hər hansı bir zərər verər. Xeyr. Onlar da cəmiyyətin bir parçası kimi davranılır və heyvanlarla çox belə deyim də, türklər demişkən, içli dışlı bir münasibətləri var. Bu çox gözəldir. Sxemləri çox rahatdır. Mən belə analiz eləmişəm ki, mənim subyektiv fikrimdir ki, bizim ölkədəki sxemlər daha çox qaydalarla yüklənir. Övladın beyninə o şəkildə yeridilir ki, olmaz, bu olmaz, bunu etmək olmaz. Buradakıların bizdə olan sxemlərin əksinə olaraq burada qışda görəcəksiniz ki, təkərdir, bildiyimiz təkərdir.
maşın təkəri üstünə belə bəzi ailələr taxırlar, bəziləri taxmırlar belə örtük kimi. Onları götürəcəklər uşaqlar belə rahat bir şəkildə xizək kimi istifadə edib sürüşəcəklər. Valideyn tərəfindən qadağan olunmur. Yəni rahat şəkildə təbiətlə iç-içə böyüyə bilirlər. İdmanla iç-içə böyüyə bilirlər, həyatla iç-içə böyüyə bilirlər. Və buna görə də daha çox gəzməyə meyilli olurlar. Bütün aktivitelərə meyilli olduqları üçün özləri onlara lazım olan məlumatı axtarıb tapırlar, araşdırırlar, dünya görüşləri geniş olur. Yəni mənə görə bizim ölkədə hər şey universitetə girəndən sonra başlayır, təhsil alandan sonra başlayır. Ona görə də bizim ölkəmizdə təhsil bu qədər vacibdir. Amma buradakı insanlar uşaq vaxtından zaten bütün aktiviteləri, bütün dünya görüşünə aid olan nə varsa gəzə bilmək də buna daxildir. Rahat bir şəkildə gəzə bilirlər, rahat bir şəkildə əl işləri, məsələn, məktəbdə bizdə qış deməli tətilinə yaxın ən axırıncı həftə uşaqların əl iş həftələri olur. Fərqi yoxdur, onlar yeniyetmədə 18 yaşları var, 17 yaşları var. Hər birisini fayda olunur. Onlar müxtəlif şam düzəldirlər, əl işindən, gildən nələrsə düzəldirlər və son bir həftə ancaq dərs keçilmir. Sadəcə onların yaradıcılıq həftəsi olaraq adlanır. Və ya müəyyən rəqs hazırlıqları olur, musiqi hazırlıqları olur. Hər bir uşaq mütləq musiqi məktəbinə idmanla bərabər və ya rəqsə və ya incəsənətə aid olan nələrlənsə məşğul olurlar. Bu da çox vacibdir. İkisini paralel götürürlər və əlavəsində təbii ki, məktəb dərsləri. Və son o bir həftəni sadəcə yaradıcılığa ayırmışdılar. Çünki onlar bunun fərqindədir ki, bu insan beynini necə gözəl bir şəkildə həm relaksasiya edir, həm inkişaf elətdirir. Sol və sağ yarımkürəni yəni. Bizim bəzi valideynlər təbii ki, bunu istəyirlərsə uşaqlarını rəqsə göndərirlər. Azərbaycandan gedir söhbət. Uşaqlarını xüsusi musiqi alətinə qoyurlar və s. və s. Amma burada onu zaten təhsil sisteminin bir parçası olduğu üçün, yəni insanların mənim Instagramımda aşağı insəniz ilk gələndə çəkmişdim. Orkestr zalları var. Yəni bildiyimiz orkestr zalları var. Orada məşğul olurlar, öz dirijorları var və mən isə sadəcə ucqar bir kənddə Estoniyanın sərhədində hansı ki yarım saata bütöv gəzib bitirə bilirsiniz. Dövlət məktəbindən danışıram. Məncə inkişaf tam da bundan asılıdır. Biraz geniş danışdım. Dünya uşaq gətirməkdən danışırdıq. Gəldi mövzu aralara qədər çıxdı. Yəni dünyaya gətirdiyiniz uşağı siz nə vəd edirsiniz? Hansı inkişafı vəd edirsiniz? Mən demirəm ki, ölkə pisdir, hamı yığışsın, gəlsin, burada yaşasın. Xeyr, söhbət ondan getmir. Və ya dünyanın harasında olursunuzsa olun, uşağa nə verəcəksiniz? Valideyn olaraq siz birinci özünüzü inkişaf elətdirməlisiniz ki, mənim gəlib uşağım 3 yaş krizisində, o niyəciklər dövrü başlayanda mənə verdiyi bütün suallara mən səbirlə cavab verə biləcəm. İlkin olaraq mənim o resursum varmı? Mənim o səbrim varmı? Çünki nəzərə alsaq ki, zaman keçir və uşaqlar tam başqa bir dünyaya göz açırlar və nəsillər dəyişir. Nəsillər dəyişdikcə inkişaf da fərqli yöndə təsir edir cəmiyyətə və övladlarımıza, uşaqlarımıza, yeniyetmə gənclərimizə. Burada biraz fərqliliklər var. Kommentləri oxuyuram. Bütün belə deyim də Azərbaycan mediası, Türk mediası paylaşılan videolar, hansı ki bu haqdakı siz hansı cəsarətlə insanlara bu sualları verirsiniz, hansı cəsarətlə, bəlkə ümumiyyətlə qadınlar dünya uşaq gətirmək istəmir və s. və s. Təbii ki, etik deyil heç bir insandan bunu soruşmaq, nə kişi, nə qadından bunu soruşmaq etik deyil son dərəcədə. Lakin biz təəssüf ki, cəmiyyətdə bu kimi suallarla qarşı-qarşıya gəlirik. Hətta linçlənirik də. Necə yəni, sən ana olmaq istəmirsən, sən ata olmaq istəmirsən, necə yəni, bu necə mümkün ola bilər? Sərt tənqidlərlə də qarşılaşa bilirik. Amma mövzunun dərinliyinə enəndə insanın özünün hazır olmamağı, müəyyən qədər keçmiş həyatında yaşadığı şeylər, görürsünüz ki, insan hələ özünü ona hazır hiss eləmir. Bəlkə də ümumiyyətlə hazır hiss eləməyəcək. Bunda cəsarətimiz çatmamalıdır əslində. Biz biraz fərqli bir ölkəyik. Hər şeyə cəsarətimiz çata bilir. Bütün sərhədsiz suallar da verə bilirik. Amma məncə buna cəsarətimiz çatmamalıdır. Çünki bu hər dəqiqədə hər insandan soruşula biləcək bir sual da deyil. Çünki həyat o insanındır və qərar da onun əlindədirsə, onu necə sorğulaya bilərsiniz ki? Biraz qarışıq və geniş mövzulardan danışdım. Təşəkkür edirəm. Bu dəfə də dinlədiyiniz üçün çox minnətdaram. Növbəti YouTube videolarında görüşərik.